Salam, salam, salam. Necəsən ay fikirçi, nə var, nə yox vəziyyət? İlin bitmək üzrə olduğu fikri ilə nə edirsən? Bit artıq 2025, ağıllı ol 2026 zat deyirsən sən də. Yoxsa bütün məsuliyyəti öz üstünə götürənlərdənsən? Səni bilmirəm, amma mən şəxsən nə etmişəmsə özüm eləmişəm. Əslində çox istəyirəm burada vaxtın uçub getməsindən, elə bil dünən 2025 girmişdi temasından uzun-uzun danışım, amma bu gün sənə bir şey deyəcəm. Həmişə nəsə deyirəm. Amma bu gün elə bir şey deyəcəm ki, məncə həm qəlizli, həm də ki vacib. Odur ki, çox uzatmadan birbaşa mətləbə keçirəm. Vacib mövzu 2 nöqtə enter. Qərarsız deyilsən. Sadəcə səhv eləməkdən qorxursan. Əslində sən çox vaxt nə istədiyini bilirsən, nə etməli olduğunu bilmirsən. Bunu qəbul eləmək çətindir. Çünki qərarsızam demək daha rahatdır. Sanki problem sənin xarakterindədir, sanki sənin əlində deyil. Fikirləşirsən ki, əşi mənim üstümdə gələn budur da. Yəni mənim zavod parametrlərim belədir, nə edə bilərəm? Amma həqiqət o deyil. Həqiqət bilirsən nədir? Sən hər ora gedim ya getməyim, görəsən hansını seçim, bunu eləyim ya eləməyim deyə çək-çevir eləyəndə əslində bir şeydən qaçırsan. Qərar qəbul eləməkdən. Çünki qərar verirsən və həmin qərarın məsuliyyətini də götürməli olursan və bunu istəmirsən. O seçim hər nədirsə, onun nəticələrini o qədər ölçüb biçirsən, o qədər ağlında fırladırsan ki, özünə qərarsız adı qoyursan və qərarsız olanda əslində təhlükəsiz zonada qaldığını düşünürsən. Amma bu tamamilə illüziyadır. Sənə elə gəlir ki, qərar verməmisənsə, həyat dayanıb səni gözləyəcək. Amma elə bir şey yoxdur. Nə təhlükəsiz zonada deyilsən, nə həyat dayanıb səni gözləmir, nə də zaman sənin üçün donmur. Sən sadəcə özünü alladırsan. Çünki dünya sənə görə fırlanmır axı, onun öz tempi var. Gün keçir, ay dolanır və sonda bilirsən nə olur? Sən elə bir nöqtəyə gəlib çatırsan ki, məcburiyyətdən tez tələsik bir qərar qəbul eləməli olursan. Və artıq elə bir vəziyyət yaranmış olur ki, necə deyim, bıçaq sümüyə dirənir. Sən nəinki riskləri ölçməyə, heç səhv eləməkdən qorxmağa belə macal tapmırsan. Sanki o kinolardakı kimi əlində bir bomba var, bomba partlamaq üzrədir və o mavi ya da qırmızı naqildən birini tez kəsməlisən. Nəticə nə olacaqsa olacaq, artıq bunu ölçməyə vaxtın olmur. Ya bomba partlayır və sən də ondan bir yerdə dağılırsan, ya da öz dünyanı xilas eləyirsən, düzgün naqili kəsirsən və sonda xoşbəxt sonluq olur. Bu belə. Amma ikinci və daha ağrılı versiya da var. Məncə bu daha çətindir. Məsələn, məndə adətən belə olur. O birini də təcrübə eləmişəm, bunu da təcrübə eləmişəm deyə mənə elə gəlir ki, bu daha çətindir. O da belədir ki, sən qərar vermək üçün gözləyəndə o qədər çox vaxt itirirsən ki, o şey tamamilə sənin əlindən çıxır. İlkin etapda adamın içinə bir rahatlıq yayılır. Çünki o şeylə bir yerdə qərar stresi, o təzyiq də yoxa çıxır. Baxırsan ki, mən burada düşünməyə məcbur deyiləm. Amma onlar yoxa çıxanda normal olaraq sən daha sağlam düşünə bilirsən axı. Bax, onda məyusluq gəlib rahatlığı hop itələyir bir kənara. Deyir, çəkil qaqam, bura mənim yerimdir. Çünki bəlkə hər şey çox yaxşı olacaqdı. Bəlkə də bu seçim məni bambaşqa yerlərə aparacaqdı fikri adamı içdən yeyir. Çünki sən həm də xoş bir ehtimalda itirmiş olursan axı əslində. Bax, bunu niyə eləyəsən özünə? Hər iki halda riskləri ölçəndə yaşadığın o stres və narahatlıq qərarın nəticələrindən daha ağır olmayacaq. Bunu özün də bilirsən əslində. Heç birimizin belə dəlicəsinə böyük seçimləri yoxdur axı. Heç birimiz dünyanı xilas eləmirik. Heç birimizin qərarı planetin taleyini dəyişdirmir. Günlük həyatın primitiv dərdləridir də hamısı. Karyeramız, romantik münasibətlər, şəxsi söhbətlər, hər nədirsə də axır ki. Verəcəyimiz qərarlar bizi bağlayır belə baxanda. Ona görə fikirləşirəm ki, bu qədər çürükçülüyün, buna başqa ad da qoya bilmirəm. Nə mənası var ki, ay fikirçi? Niyə hər şeyi bu qədər çürüdəsən ki? Bax, niyə hər şeyi bu qədər çürüdürəm ki? Bilmirəm. Məsələn, keçən dəfə bu, əslində bilirəm, indi birazdan danışacağım. Bilmirəm də dilimə yapışıb niyəsə. Məsələn, keçən dəfə bu Feyyaz Yiğit'in bir də müsahibəsinə rast gəldim. Feyyazdakı Gibi serialındakı Yılmazı deyirəm.
Nəysə adam belə bir şey dedi ki, bizi böyüdən, yəni təkamülümüzə təkan verən şey qərarlarımızdır əslində. Bir də ki, həmin qərarların nəticələri ilə üzləşməyimiz. Yəni verdiyin qərar səni sevindirə də bilər, incidə də bilər. Sən nəticədə qalib də ola bilərsən, məğlub da ola bilərsən. Amma günün sonunda düz və ya səhv qərar verməyindən asılı olmayaraq, sən artıq o qərardan əvvəlki adamla eyni adam olmayacaqsan. Növbəti mərhələyə keçəcəksən. Bax, əslində bizə lazım olan budur. Məsələn, deyərsən ki, Fəridə, yekə-yekə danışırsan, böyük-böyük cümlələr qurursan, söndür o caps lock-u, denən görüm indi biz neyniyək? Axı çətindir. Deyəcəm ki, hə, çətindir. Əlbəttə çətindir. Bəlkə də bu dünyadakı ən çətin şeylərdən biridir. Sadəcə məncə əvvəlcə dayanıb düşünmək, sonra da reallıqla üzləşmək lazımdır. Ən vacibi budur, üzləşmək. Məsələn, şəxsən mən özümü götürsəm, mən əkizlər bürcüyəm. Şappıltı ilə söhbətdən çıxaram ki, mən əkizlər bürcüyəm. Biz qərarsız oluruq da. Amma demirəm. İçimdən bir səs nə vaxt biz qərarsızıq desə, tez cavabını verib otuzduram yerində ki, yalansa sənin üzvən əhlət. İç səsimlə də biraz çalxantılı münasibətimiz var. Yəni həqiqətən belə baxanda mən indi başa düşürəm ki, yəni mən qərarsız deyiləm. Sadəcə qorxuram. Çünki bu qərarsızlıq dediyin şey problem deyil axı belə baxanda siqnaldır. Bu siqnal deyir ki, burada mənim üçün risk var. Mənim eqom, dəyərim, kimliyim, nə bilim, reputasiyam, komfortum təhlükədədir. Bunları itirmək istəmirəm. Yaxşısı budur mən eləcə qərar mərhələsində dayanım ki, itki verməyim. Ən risksiz situasiyanı gözləyim. O da ki, deyir, ölmə eşşəyim yonca bitər. Yəni burada sözlərim təkcə sənə də deyil, həm də özümədir. Çünki mən özüm də bunu yaşayıram. Elə qərarsızlıq söhbətinə də buradan gəlib çıxmışam ay fikirçi. Yəni mənim beynim artıq son vaxtlar ən kiçik qərarlarda belə o qədər stresə düşməyə başlamışdı ki, ən xırda məsələləri də həyati qərar kimi qəbul eləyirdi. Görəsən yemək yeyim ya yeməyim, saçımı kəsdirim, bəlkə qalıcı manikür eləyim. Nə bilim, copywriting-in daşını atım. Bunlar hamısı mənim üçün çox böyük söhbətlər idi. Düzdür, içində böyük söhbətlər də var, amma mənim beynim bunların ayırd eləmədən hamısı üçün eyni formada stresə düşürdü, eyni formada hesablama aparırdı. Amma adam bezir də, nə qədər ölçüb biçmək olar, nə qədər risk analizi eləmək olar. Yəni özü də mən bunu belə baxanda şuurlu şəkildə də eləmirəm amma. Arxa planda sistem avtomatik özü işə düşür. Gülməli tərəfi də bilirsən nədir? Dostlarımdan soruşsun. Deyərlər ki, Fəridə dünyanın ən azad ruhlu, ən bohem adamıdır. Amma gör arxa planda mənim beynim mənim üçün nə oyun çıxardır. Nəysə, mən bu vəziyyətdən o qədər bezmişdim ki, özüm üçün bir dənə metod uydurdum. Belə bir şey var ya yoxdur bilmirəm. Uydurdumsa, mən uydurmuşamsa da qəşəng uydurdum. Çünki həqiqətən çox effektiv oldu. Həyatımı dəhşət asanlaşdırdı. Yəni sənə də indi danışacağam onu necə elədiyimi. Sına bəlkə sənin də faydası olar. Deməli bir dənə 50 qəpik ayırdım. Özə onu xüsusi ayırdım. Çünki ən sadə məsələlərdən Alo. Hə, harda qalmışdıq? Zəng gəldi mənə. Bu şeydən danışırdım. Nə idi o? Qəpikdən danışırdım, hə? Nə deyəcəkdim, yadımdan çıxdı. Hə, nəysə, qəpiyi ayırdım. O nə, harda qalmışdım? Bir dəqiqə gözlə görüm. Hə, birbaşa danışıram, təkrar olacaqsa bilmirəm, kəsərəm sonra. Deməli, bu şey Pınar Deniz'in serialındaki kimi oldu ya. Hə. Sorry ay fikirçi. Neyse. Şey değil. Ay sinirim bozuldu. Qayıdıb səsə bir də qulaq asınım görəsən. Söz 2 saniyeye başlıyorum. Neyse baştan başlayayım da hardan ciddiyetimin de ardınca ben gedim ciddiyetimin de ardınca gələr yəqin ki. Neyse bu vəziyyətdən o qədər bezmişdim ki özümə bir də metod uydurdum və buraları demişdim məncə. Neyse bir də deyirəm.
Bilmirəm, yəni dünyada belə bir qayda var, hansısa bir psixoloji bəlkə hüquqdur, nədirsə bilmirəm, amma mən özümdən uydurdum. Bir dənə özümə 50 qəpik ayırdım. Deməli, ən sadə məsələlərdən tutmuş, ən ağır söhbətlərə kimi nə vaxt tərəddüddə qalsam, qəpik atıb elə qərar verirdim. Amma özümə bir şərt qoymuşdum ki, əgər nəticə məni məyus eləsə, biləcəm ki, əslində digər seçimi istəyirəm və onu eləyəcəm. Yəni sırf qəpikdə çıxana ilişib qalmayacağam. Həqiqətən də çox işimi aşırtdı o 50 qəpik. Bir də ki, mən sadəcə bir dənə 50 qəpik ayırdım. Yəni hər dəfə başqa pulla atmırdım. Mən çünki fikirləşirdim ki, hər qərar qəbul eləyəndə onun vasitəsilə o qəpiyə biraz güc yüklənir və hər dəfə elə bil o da təcrübə toplayır məndən bir yerdə və daha doğru yollar göstərir mənə. Mən belə inanıram. Mən belə bir saykoyam. İndi özün bilərsən, istəyirsən sən hər dəfə 5 dənə ayrı qəpik at. Amma məncə birini seçsən daha yaxşı olar. Nəysə, bu mənim çox işimi aşırtdı. Ancaq sonra o günlərdə bir şey fikir verdim ki, deməli bir müddətdir cızmaqara ilə fikirçini dayandırmaq barədə düşünürdüm. Baxdım, elə də yüksək nəticə almıram. Dedim bəlkə dayandırım. Çünki çox belə baxanda neçə illərdir ki, məsələn cızmaqaraya davam eləyirəm. Fikirçi də təzə başlasam da xeyli efor tələb eləyir məndən. Çünki bir struktur qurmaq lazımdır və s. Bu mənim beynimə görə çox çətin işdir. Və heç kim qarşısında belə baxanda, yəni bir məsuliyyətim, deadline-ım olmasa da sizin qarşınızda var, amma belə baxanda o işdəki və s.dəki kimi bir şey deyil də. Yenə də məni stressə salırdı bu. Sonra o gün həyətdə gəzirdim, yəni özüm üçün. Baxdım ki, Fəridə, sən hər şeyi bu 50 qəpikdən soruşursan. Necə bu söhbətdə o çox hörmətli 50 qəpikə müraciət eləmədin? Cavab çox sadə idi. 50 qəpiyin dayandır deməyindən qorxurdum. Düzdür, dayandır desə də mən yenə davam eləyə bilərəm, amma bu həmin qərarın məsuliyyətini də götürmək deməkdir axı və mən məsuliyyət istəmirəm. Yəni cızmaqaraya da, fikirçiyə də davam eləmək istəyirəm. Əslində ürəyim bunu istəyir, amma onların məsuliyyətini götürmək istəmirəm. Yəni bir növ flörtə okeyəm, amma münasibətdən qaçıram. Bu bilirsən necə olur? Məsələn, o dediyimə qəpik atanda seçim xoşuma gəlmirsə ya da məni məyus eləyirsə digər variantı seçirdim. Bəli, bu görəsən yemək yeyim yoxsa yeməyim tərəddüdündə işimə yarayırdı. Amma bu fikirçi cızmaqarada elə olmadı. Çünki əgər qəpik mənə dayandır desəydi və mən yox davam eləyəcəm desəydi, mən artıq bu cızmaqara ilə fikirçinin bütün məsuliyyətini öz üstümə götürmüş olacaqdım və bilsən necə olacaqdı? Mən araşdırma eləməli idim, zaman, efor sərf eləməli idim, uğur qazanmaq üçün, yəni uğur da indi kimə görə, nəyə görə, amma yaxşı deyək ki, yüksək nəticə almaq üçün də, rəqəmlərdə də bunu görmək üçün çox çalışmalıydım və bunu istəmirdim. Komfortumu itirmək istəmirdim. Belə dağınıq şəkildə işləmək mənim üçün daha rahat idi. İkinci bir məsələ də, məsələn, mən indi bunu deyirəm, axı mən sadəcə hobbi kimi eləyirəm, xoşuma gəlir deyə eləyirəm. Amma mən bunu bir iş kimi qarşıma qoyub planlaşdırılmış bir sistemlə hərəkət eləsəydim və yaxşı nəticə ala bilməsəydim, bu mənim egomu da qıra bilərdi ki, nə oldu? Bax, bayaqdan deyirdin ki, hobbi kimi eləyirəm, nəticə vecmə deyil, ya da ki, okey də mən gah nəsə paylaşıram, gah paylaşmıram. Ona görə statistika belə aşağıdır. Amma nə oldu? Bəs davamlı iş gördün, paylaşdın, amma nəticə olmadı. Bəlkə o qədər yaxşı deyil. Bəlkə başa düşülmədi, nə bilim, nə belə elə. Ya da bəlkə də başa düşüləcək bir şey yoxdur. Elə belə sən özün üçün öz aləmində elə bilirsən ki, çox bomba iş görürsən. Bu da egomu incidəcəkdi, məni qıracaqdı. Buna da hazır deyildim. Yəni ona görə də o qəpiyi atmırdım. Hələ də atmamışam belə baxanda. Sadəcə o dediyim məsələ idi ki, hələ də o nöqtədəyəm ki, flörtə okeyəm, amma münasibətdən qaçıram. Bu ciddi məsələlərdir. Yəni sən də özünü yoxla. Gör sənin qaçdığın şey nədir ay fikirçi? Yəni mən açmışam, başa düşürəm ki, məni narahat eləyən, məni özünə itələyən şey bunlar idi. Bəs səndə nədir? Yəni səndə o qərarsızlıq maskasının arxasında hansı hiss gizlənib? Hələ tap onu bir gör ondan nə edəcəksən? Çünki açıq danışaq da, yəni sən mağazada bir-birinə bənzər iki məhsul görəndə, misal üçün atıram 2 dənə güldan gördün, bir-birinə çox bənzəyir, qiymətləri də yaxındır, ikisini də çox bəyəndin, amma birini seçməlisən. Burada seçməkdə çətinlik çəkirsənsə, ayda mən çox qərarsız adamam demirsən.
Özünə bu adı qoymursan. Amma belə baxanda realda əsl qərarsızlıq, elə real qərarsızlıq odur. Amma seçə bilmədim deyib söhbəti bağlayırsan. Amma o bayaqdan danışdığım o qərarsızlıq məsələsində özünə çox rahat o adı qoyursan. Halbuki o saxtadır. O saxta qərarsızlıqdır, o real deyil. Bilmirəm, bəlkə də nə bilim. Əslində indi mən sənə 3 addımda saxta qərarsızlıqdan azad ol kimi bir şey sırasaydım, bəlkə daha çox diqqətimi çəkərdim. Amma eləməyəcəm. Çünki elə temalar biz fikirçilərə görə deyil. Yəni biz ancaq özümüzü aldadarıq, bir-birimizi yox. Amma bu məsələ ilə bağlı sənə 2 vacib qayda deyəcəm. Əgər əməl eləyə bilsən, yəni daha doğrusu əgər əməl eləyə bilsək, həyatımız məncə 60-70% yaxşılaşar. Deyir, var bir hayalimiz. İndi keçirəm qaydalara. Yenə deyir, vacib hissə 2 nöqtə enter. Qayda 1. Özünə etiket yapışdırma. Özünə mütəmadi şəkildə mən qərarsızam, mən eləyəm, mən beləyəm desən, elə dediyin kimi də olacaqsan. Çünki beynin səni o rola salacaq. Etiketləri bir sinif kimi yığışdırırsan. 2. Bax bu qızıl qaydadır. Burada çox önəmli bir fəlsəfə var. Popo fəlsəfəsi. Gülməli səslənir bilirəm. Hətta sənə qeyri-ciddi də gələ bilər. Amma həyat ciddi olacaq qədər, daha doğrusu ciddi qalacaq qədər uzun deyil axı. Bir nöqtədə hamımız özümüzü atmalıyıq da sarkazmın isti qollarına. Popo fəlsəfəsinə qayıtsıq əgər, ay fikirçi. Bax sənə bunu deyim. Sən nə qədər fikirləşirsən fikirləş. Günün sonunda hər şey o popoda bitir. Elə qərarsızlıq özü də bədəndə qırılır, beyində yox. Hərəkət eləmək lazımdır. Beynin öz aləmində səni qorumaq üçün həmişə çox məntiqli səbəblər tapacaq. Biraz da gözlə, indi uyğun vaxt deyil, hələ tam hazır deyilsən, hazır olanda başlayarıq. Çünki beyin biraz şey kimidir, necə deyim, buna uyğun bir ad tapsaq, dəymə düşər deyingən bir qoca kimidir. Həqiqətən beyin dəymə düşər deyingən bir qoca kimidir. Popoysa yox. Vəziyyətdən çıxmaq üçün ona güvənməlisən. Bax ona görə deyirəm, hər şey popoda bitir. O poponu lazım gələndə bir yerə sabitləyəcəksən ki, oturub görməli olduğun işi bitirəsən. Lazım gələndə də oturduğun rahat yerdən qaldıracaqsan ki, getməli olduğun yerə gedəsən. Bu söhbətin ortası yoxdur. Bu emosional blokdan yaxa qurtarmaq istəyirsənsə, başqa yol axtarma. Mən şəxsən bunu çox gec başa düşmüşəm. Öz adıma deyim, mən fikirləşirdim ki, əvvəl bu blokları öz içimdə həll eləyim, sonra hər şey düzələcək. Amma elə olmur. Oturduğun yerdə fikirlərin içində eşələnmək yox, yerindən tərpənmək lazımdır. Çünki hərəkət eləmədikcə qorxu azalmaq əvəzinə günü-gündən artacaq. Çünki beynin şüvən salacaq ki, təhlükə var, risk var. Amma sən o poponu biraz tərpədəndə, demirəm, möcüzə olacaq. Amma qorxu başa düşəcək ki, sən ölmədin. Dünyada dağılmadı. Odur ki, ay fikirçi, nə edirsən elə donub qalma. Bilirəm qorxursan, amma dayanma. İçində səni mütləq doğrulara inandıran o səsi sustur. O sənə deyəcək ki, ancaq bir doğru yol var. Halbuki həyat elə bir şey deyil. O cırtdanın seçdiyi yol da ilk növbədə səhv görünürdü. Amma yolun sonu divə çıxsa da, sonda onu qəhrəman elədi. Həyat xəttini dəyişdirdi əsas məsələ. Yəni dırnaq içində düz yolu seçsəydi, bəlkə də həyatın sonuna kimi cılız-cıqqılı bir adam olacaqdı. Düz cırtdan da belə yaxşı oğlan deyil, amma dərinə geçsək. Ancaq bunu başqa vaxt danışarıq da. Bu misal üstündən götürsək, adam hoppandı öz qorxusunun üstündən, öz divi ilə üzləşdi. Yəni qələmi götürüb öz hekayəsini yazma cəsarəti göstərdi. Sən də bacararsan. Yəni TEDx motivatorları kimi danışmaq fikrim yoxdur, amma bunu eləməlisən. Bunu mən də eləməliyəm. Başqa yol yoxdur. Çünki əgər öz yolunu seçməsən, zaman sənin yerində seçəcək. Mənim yerimə də seçəcək. Xeyir ola ki. Öz həyatımızdır da. Yəni niyə öz yolumuzu kefimiz istəyən kimi seçməyək? Ay, çox danışdım. Belə ay fikirçi. Məncə bu günlük bu qədər bəsdir. Özünə yaxşı bax. Çalış qorxularını təzə ilə aparmayasan. Təzə il üçün verdiyin ilk qərar gözləmə rejimindən çıxıb öz xoşbəxtliyinin məsuliyyətini götürmək olsun. Fikirləş, amma fikir eləmə. Hələlik.